Peyğəmbərimizin ayı bölməsini müasir astronomiyanın təsdiq etdiyini bilirdinizmi? Rəvayətə görə bir gün müşriklər Həzrəti Peyğəmbərdən tələb etdilər ki, sözlərinin doğruluğunu sübuta yetirmək üçün onlara möcüzə göstərsin. Peyğəmbər hansı möcüzəni göstərmək istədiklərini soruşanda dedilər ki, bizim üçün səmadakı ayı iki yerə böl. Allahın Rəsulu dua etdikdən sonra barmağı ilə aya işarə etdi. Allahın əmri ilə ay iki yerə parçalandı. Yarısı şərqə, yarısı da qərbə çəkildi. Biraz sonra bunlar yaxınlaşıb bitişdilər. Ay yenə əvvəl kimi bütöv oldu. Bu hadisədən 13 əsr sonra Delta 2 peykinin çəkdiyi ayın səthi araşdırma nəticələri bir çox elm adamını təəccübləndirdi. Bu bilgilərə əsasən ayın ortasından keçən və daha öncə heç bir yerdə təsbit edilməyən böyük simmetrik bir yarıq var. Bu barədə NASA rəhbəri, əlimizdə bu yarıq haqqında heç bir elmi əsas yoxdur. Bu yarıq lövhə tektonik baxımından daha əvvəl qarşılaşmadığımız bir yarıqdır. Ay elə nizamlı şəkildə qırılıb ki, sanki kimsə onu iki yerə ayırıb və sonra yenidən birləşdirib. Bunun hər hansı bir meteor yağışı və ya yeraltı təkanlarla bu cür simmetrik formada olması və ya birləşməsi imkansızdır. Bu yerdə Quran-Kərimin bu ayəsi insanın yadına düşür. Həqiqətən haqqa iman gətirənlər üçün göylərdə və yerdə çoxlu işarətlər vardır.